Qış turizmi mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan ərazisindəki Diri Baba türbəsində, İsmayılı rayonundakı Baskal Dövlət Tarix Mədəniyyət və Lahıc Dövlət Tarix Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi qış turizmi mövsümü öncəsi daxili turizm imkanlarını daha da geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub. Baskal Dövlət Tarix Mədəniyyət Qoruğunda işlər başlanıldıqdan sonra tarixi küçələr, bulaqlar və Baskalın digər hissələri bərpa olunmuşdur. Bərpa prosesinin birinci mərhələsindən sonra ölkə rəhbərliyinin Baskala səfəri baş tutmuşdur və baş tutan səfər çərçivəsində görülən işlərlə tanışlıq olmuşdur. 2022-ci ildə birinci mərhələ bitdikdən sonra növbəti mərhələ üzrə Baskalda işlər davam etdirilmişdir. Bərpa olunan küçələrin sayı artırılmış və Hamam Muzey açıldıqdan sonra, açılışı baş tutduqdan sonra digər tarixi binalarda bərpa işlərinə başlanılmışdır.